İqtisad Universitetində isə 15 iyun Milli Qurtuluş gününə əsr olunan tədbir keçirilib. Tədbirdə universitetin bir qrup tələbəsinə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi də verilib. Azərbaycan Dövlət İqtisad Universitetində 15 iyun Milli Qurtuluş gününə həsr edilən tədbir Heydər Əliyev qayıdışla başlanan Qurtuluş adı altında keçirildi. Universitetin rektoru Ədalət Muradov Milli Qurtuluş gününün Azərbaycan tarixində əhəmiyyətli dönüş mərhələsi olduğunu dedi. Vurğuladı ki, Ulu Öndərin gərgin əməyi nəticəsində Azərbaycan dövlətçiliyə qarşı qəsdlərdən uğurla çıxdı. Ölkədə sabirlik və əmin-amanlıq yarandı. Ölkə inkişafa qədəm qoydu. Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin müdür müavini Tahir Süleymanov Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai, siyasi, sosial, iqtisadi, elmi mədəni həyatında beynəlxalq əlaqələrdə dönüş yarandığını, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandığını qeyd etdi. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyledi. Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı, partiyanın Səbahi rayon təşkilatının sədri Zahid Qaralov da ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi Azərbaycanın milli mənafələrini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımların atıldığını, həyata keçirilən siyasət nəticəsində xalqın milli qurtuluşunun təmin edildiyini vurğuladılar. Tədbirdə universitetin 15 tələbəsinə Yeni Azərbaycan Partiyasının üzvlük biletləri verildi. Əli Rzayev, Bəxtiyar Babayev, Samir Rəsulov, Cəmilə Ədəmxanova xəbərlər.